Deməli, belə, əziz, dəyərli valideynlər, gözəl şagirdlər. Sizin üçün 4-cü sinif müxtəlif tip riyaziyyat məsələlərinin izahını verirəm. Tam da monitorinqə bir gün qala. Baxırıq birinci tapşırığa. Birinci tapşırıq mərtəbə qiyməti mütləq düşəcək. Mərtəbə adı, mərtəbə qiyməti mütləq düşəcək. Burada halbuki bizə deyir ki, 45.287 ədədinin minlilər mərtəbəsindəki rəqəmi 3 vahid artırıb, onluqlar mərtəbəsindəki rəqəmi 5 vahid azaltsaq, ədəd necə dəyişər? Mən ən pratik yolla bunu şagirdlərimə izah edirəm və indi həmin izahı sizlər üçün də verəcəm. Deməli, 45.287 ədədini bizə deyir ki, minlilər mərtəbəsindəki rəqəmi 3 vahid artır. Mən baxıram ki, təklik, onluq, yüzlük, minlik. Minlik hardadır? 3 vahid artır. Həmin mərtəbəni 3 vahid artırıram. Onluqlar mərtəbəsindəki rəqəm 5 vahid azalt. Onluqda 8 var. Buradan da çıxıram 5-i. Yeni alınan ədədim nə olur? Bura 7, bura 3, bura 2, bura 8, burada 4. Deməli, yeni alınan ədədim oldu 48.237. İndi deyir ki, nə baş verdi? Nə dəyişdi? Mən görürəm ki, ədədim böyüdü. 45.000-dən gəldi, çıxdı 48.000-ə. Ədədim nə qədər dəyişdi? Necə dəyişdi? Ədədim artdı artmağına. Amma necə dəyişdiyini tapmaq üçün elə 48.237-dən çıxıram 45.287-ni. Bu da bərabər olur. Bura 0, bura 5, birdən 1 götürəndə 9, burada da olur. 7-dən 5 çıxanda 2. 2950 qədər artar ədədimiz. Bu belə. Keçdik ikinci tapşırığa. İkinci tapşırıqda bizə deyir ki, 0, 3, 5, 8 rəqəmlərinin hər birindən bir dəfə istifadə etməklə yazılan ən böyük cüt ədədlə ən kiçik tək ədədin cəmini tapın. Mən ən böyük ədədi yazmaq üçün və cüt ədədi yazmaq üçün baxıram ki, 8 ilə başlayım, 0 ilə bitirərəm. Onsuz da 0 ilə bitən ədədim böyük olacaq. Və o yüzlük mərtəbəsinə biraz böyük ədədi qoyum ki, ədəd böyük olsun. Bu zaman 8530 çıxır ortaya. Mənə deyir ki, sonra ən kiçik tək olmaq üçün və kiçik olmaq üçün. Mən ən böyük tək ədəd nədir? Burada 5. 5-i qoyum ən axıra. Qoy ədədim tək olsun. Ən kiçik ədədim 3 olduğuna görə, təbii burada kiçik 0-dır. Amma mən 0-ı əvvələ yaza bilmərəm axı. Ona görə bura 3 yazıram. Və 0-ı qoyuram, yüzlük mərtəbəsindəki ədədim kiçik olsun. 8-ə də elə onluq qalmış olur. Deyir ki, bu ədədlərin cəmini tap. Mən də bunları cəmləyirəm. Bu da eləyir 5, 1, 6, bu da 11. 11.615 eləmiş olur. Keçirəm 3-cü məsələnin izahına. 3-cü məsələnin izahında mənə deyir ki, 3 ədədin cəmi 850-dir. Bir dəqiqə bunu biraz azaldaq ayarını. 850-dir. Birinci və ikinci ədədin cəmi 250-dir. İkinci və üçüncü ədədin cəmi isə 610-dur. Çox qəşəng maraqlı məsələdir. Hətta bunu biraz böyüdəcəm ki, daha aydın sizə izah verə bilim. 3 ədəd var. Şərti olaraq bunu yazıram. A, üstə B, üstə C bərabərdir 850. Və şərti olaraq bu ədədə deyirəm birinci ədəd. Bu ədədə deyirəm ikinci ədədin dayandığı yerdən asılı olaraq deyirəm. Fərqi yoxdur, A, B, C-dir. Hansına istəyirsiniz 2, hansına istəyirsiniz 3 deyə bilərsiniz.
Buna da deyirəm 3-cü ədəd. Mənə deyir ki, birinci və ikinci ədədin cəmi 520-dir. Birinci və ikinci ədədin cəmi nədir? 520-dir. Bax, mənə deyir ki, bunların cəmi 520-dir. Əgər bu 520-dirsə, mən üstə gəlmək C bərabərdir 850 yazmağa ixtiyarım var? Var. C buradan nəyə bərabərdir? C bərabərdir 850 çıxılsın 520. Bu, belə deyək də, məhsul toplananın tapılma üsuludur. 850-dən 520 çıxanda bərabərdir C-də 330 olmuş olar. İndi C-ni tapdım 330. Mənə deyir ki, ikinci və üçüncü ədədin cəmi 610-dur. İkinci və üçüncü ədəd hansıdır? B ilə C. İndi deyir, bunların ikisinin cəmi 610-dur. Mən B-ni bilmirəm, düzdürmü? Yazıram B üstə gəlmək. Amma C-ni burada tapmışam. C-nin yerinə nə yazacağam? 330. Bərabərdir 610-dur deyir. Yazıram 610. Buradan B bərabərdir 610 çıxılsın 330. B nəyə bərabər olur? 610-dan 330-u çıxanda qalır 280. Deməli, B 280-dir. Hə. İndi B-ni tapmışam. B-ni tapmışam 280. C-ni tapmışam 330. Qalıb A-nı tapmaq. İndi A-nın yerinə A-nın özünü qoyuram. Üstə gəlmək B-nin yerinə qoyuram. Nə tapmışdım B-ni? 280. C-ni nə tapmışdım? 330. Qoyuram yerinə. Bərabərdir. Mənə bunların üçün cəmi 850-dir. 850. 280-dən 330-u toplayanda belə də eləyə bilərik bunu. AB cəmi bizə vermişdi 520. A-nı tapmaq üçün elə 520-dən B-ni də çıxa bilərdim. B məndə 280 idi. Amma bunu da eləmək olar. 280-dən 330 gələndə 500, 610. 610. A üstə gəlmək. 610 bərabərdir 850. Buradan A bərabərdir 850 çıxılsın 610. Bu da elədi 0, bu elədi 4, bu da elədi 2. Deməli, nə olacaq? A 240 olmuş olacaq. Deməli, bizim burada 3 ədədimiz var. Onun biri 240-dır, biri 280-dir, biri də 330 olmuş olacaq. Davam edirik növbəti PDF sualının izahı ilə. Bir bölmə əməlində bölən 82 natamam qismət 8-dir. Mən bunu yenə də öz şagirdlərimə necə öyrədirəm, belə deyək, loru dillə, ən belə sadə, ən anlaşılan dillə. Həmin dillə də elə burada izah eləyirəm. Biz şərt olaraq bölünənə böyük bu deyirik. Axı bölünən böyük olur böləndən. Belə demişəm uşaqlara, demişəm ki, uşaqlar, gəlin buna böyük bu deyək, çünki bu böyük olur. Bölənə deyirik balaca bu. Axı bu balaca olur. Bərabərdir. Natamam qismətə yazırıq n-qı, mötərizədə də yazırıq qalıq. Bu bizim düsturumuzdur. Biz bütün qalıqlı bölməyə aid məsələləri hamısını bununla eləyirik. İndi mənə nə deyir? Onları bir-bir gətirib yerinə qoyacam. Bax, məndən nə deyir mənə? Deyir, bölən 82-dir. Lap yaxşı. Bölənin yerinə 82 yazaram. Natamam qismət 8-dir. Əla, burada yazdım 8. Mənə deyir ki, bu bölmə əməlində bölünənin, yəni baxın bunun, bölünənin ala biləcəyi ən böyük qiyməti tap. Mən bölünənin ən böyük olmaq üçün mənim qalığım da ən böyük götürməliyəm də. Və mən bilirəm ki,
Əgər mənim bölənim 82-dirsə, qalığım ondan bir vahid balaca ədəd ola bilər, yəni 81 ola bilər. Qalıqlı bölmədə də bölünəni tapmaq üçün böləni qismətə vurub, üzərinə nə gəlirlər? Qalığı gəlirlər. 82-ni vuracağıq 8-ə, üzərinə də gələcəyik 81. O da bərabər olacaq 737-yə. Bu belə. Davam edirik növbəti məsələnin izahı ilə. Leyla və Elnurun yaşlarının cəmi 24-dür. 3 il əvvəl onların yaşlarının cəmi neçədir? Elə mən Leyla Elnur deyir. Mən Leyla üstə gəlmək Elnur bərabərdir 24-dür. İndi mən sizdən bir şey soruşmaq istəyirəm uşaqlar. 3 il bir uşaq böyüyəndə o bir uşaq da 3 il belə deyək böyüyür. Bu birisi 3 il geri gedəndə o da 3 il geri gedir. Neyinirik? Əgər bu 3 il Leyla əvvəl deyirsə çıxırıq da. Təbii ki, əvvəl axı geri qayıtmaqdır. 3 çıxırıq. Bunun da yaşından 3 çıxırıq. Demək ki, hər ikisinin yaşından nə çıxmış olacaq? 3 il geri gedəndə 6. 24-dən də çıxanda 6 bərabərdir 18. Deməli, bunların 3 il əvvəl ikisinin bir yerdə yaşı 18 olmuş olacaq. Gedirik növbəti məsələyə. Baxaq görək bu nə məsələsidir belə. Aha, bu sürət məsələsidir. Mən dəfələrlə sürət məsələsinin izahını vermişəm. Ona görə burada çox uzun uzadı danışmayacağım. Birbaşa ilə düsturu yazacağım, verəcəm. Məsafə 840 kilometr. Mən belə məsələlərdə veriləni kənardan çıxartmağının belə deyək tərəfdarıyam. Məsafə nədir? S. S bərabərdir 840-ı qıraqda yazıram. Kilometr. Onsuz da bilirik ki, kilometr belə deyək də məsafənin, uzunluğun vahididir. Eyni zamanda qarşı-qarşıya 2 avtomobil yola düşdü. Birinin sürəti V1 bərabərdir 65 km/saat. V2 bərabərdir 75 km/saat. Onlar neçə saatdan sonra görüşərlər? T bərabərdir sual. Mən qarşı-qarşıya hərəkəti bilirəm ki, S bərabərdir V1 üstə gəlmək V2 vurulsun T'dir. Bir düsturda nə var? Hamısını yerinə sakitcə qoyuram. S840-dır, düzdür? Elə bax, ox işarəsi də qoyuram ki, biləsiniz ki, bu 840 S-in qiymətidir. V1, V2 65, üstə gəlmək 75, vurulsun mötərizənin kənarında T. T-ni X kimi də götürmək olar, tənlik belə deyək, halına salmaq üçün. Buradan X bərabərdir 840 bölünsün. 65 üstə 75 gələndə 140 eləyir. Bu da eləyir 6 saat. Yəni bizim T'miz nə imiş? 6 saat imiş. 6 saatdan sonra bunlar neyniyərmiş? Görüşərmiş. Növbəti məsələ. İndi isə eyni istiqamətdə hərəkətdir. Eyni istiqamətdə hərəkət zamanı aradakı sürət fərqi ilə hərəkət etdiyinə görə bizim düsturumuz nədir? S bərabərdir V. Bunu çox yerdə yazılar V2 çıxılsın V1, nə bilim V1 çıxılsın V2. Amma mən deyirəm ki, uşaqlar, V böyük sürət çıxılsın V kiçik sürət vurulsun T. Çünki bu məntiqə də sığır da. Böyüdən həmişə kiçiyi çıxarlar. S bizdə bilmirik nədir? Elə zaten məsafə neçə kilometrdə soruşur. S bərabərdir 15 çıxılsın 12. Sürətlərin 1 15 1 12-dir. Vurulsun 3. S bərabərdir buradan 15-dən 12 çıxanda 3. 3-ü də 3-ə vuranda 9